Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Ramazan ayının o mənəvi huzurunu yaşadıq və artıq mükafat gününə, Ramazan bayramına çatırıq. Bu mübarək günün sevincini və bərəkətini qəlblərimizdə hiss etməyin ən gözəl yolu isə bayram sabahı bir araya gəlib çiyin-çiyinə bayram namazı qılmaqdır. Bu namaz həm Ramazan bayramında, həm də Qurban bayramında eyni qayda ilə qılınır. Bayram namazı sadəcə bir ibadət deyil, həm də müsəlmanların birliyinin, sevincinin və Allaha olan şükrünün ən gözəl təzahürüdür. Bəs bayram namazının hökmü nədir? Məzhəblərə görə kiçik fərqliliklər olsa da, ümumi rəy belədir. Hənəfi məzhəbinə görə bayram namazı qılmaq vacibdir. Şafii və Maliki məzhəblərinə görə müəkkəd, yəni güclü sünnətdir. Cəfəri, yəni Şiə məzhəbinə görə imamın qeybi dövründə, yəni hal-hazırki dövrdə bu namazı qılmaq müstəhəb, yəni tövsiyə olunan hesab olunur. Lakin bütün hallarda bu namazı cəmiyyətlə birlikdə məscidlərdə qılmaq böyük savabdır və İslamın şüarlarından sayılır. Bundan başqa bir çox mənbəyə görə bayram namazını cəmaatla qıla bilməyən, bayram namazını cəmaatla qaçıran şəxs onu evdə tək qıla bilər. Evdə qılınan namazın qaydası məsciddəki kimidir, sadəcə xütbə oxunmur. Bayram namazı 2 rükətdir və digər namazlardan fərqli olaraq hər rükətdə əlavə təkbirlər, yəni Allahu Əkbər demək var. Gəlin addım-addım baxaq. Birinci rükət. İlk öncə niyyət edilir. Niyyət etdim, Allah rızası üçün Ramazan bayramı və ya Qurban bayramı namazını qılmağa uydum imama. Təkbir, yəni Allahu Əkbər deyərək namaza başlanılır və Sübhanəkə duası oxunur. Sonra əlavə təkbirlər gəlir. İmamla birlikdə 3 dəfə Allahu Əkbər deyilir. Hər dəfə əllər qulaq səviyyəsinə qaldırılır və yanlara salınır. 3-cü təkbirdən sonra əllər bağlanır. İmam Fatihə və bir surə oxuduqdan sonra rüku və səcdələr edilir, 2-ci rükətə qalxılır. 2-ci rükət. İmam əvvəlcə Fatihə və bir surə oxuyur. Rükudan əvvəl yenə 3 dəfə əlavə təkbir gətirilir. Əllər qaldırılır və yanlara salınır. 4-cü təkbirdə isə rükuya gedilir. Səcdələr və təşəhhüd, yəni təhiyyat oxunduqdan sonra səlam verilərək namaz tamamlanır. Namazdan sonraki xütbə və bayramlaşma. Unutmayın ki, cümə namazından fərqli olaraq bayram namazında xütbə namazdan sonra oxunur. Xütbəni dinləmək sünnətdir və namazın mənəvi tamamlayıcısıdır. Namazdan sonra isə qəlblərdəki küsüllülük kənara qoyulmalı, hər kəs bir-biri ilə bayramlaşmalıdır. Hörmətli izləyicilər, Allah qıldığınız namazları və etdiyiniz duaları qəbul etsin. Bayramınız mübarək olsun. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Allah razı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.